Salam, hörmətli müəllimlər, müdafinlər və tələbələr, abituriyentlər. 2023 test toplusundan doymuş bir əsaslı karbon turşularının quruluşu, izomerliyi, adlandırılması, alınması və xassələri test bölməsindən səhifə 215-dən testləri izah eləyəcəm sizə inşallah. Yazıb ki, 2 metil butan turşusunun formulunu göstərin. Baxaq. Bax, elə A variantında olacaq. Bilirsiniz ki, COH turşunun göstəricisi bu karboksil qrupudur. Buradan sayacağıq 1, 2, 2 metil, 3, 4. 2 metil butan turşusu. Elə A variantı da olacaq cavab. Sonra doymuş bir əsaslı karbon turşusunun ümumi formulunu göstərin. Nə idi qoymuş bir əsaslı karbon? Bu nəzəriyyədir. CnHCl plus 1 COH-a. Sirkə turşusu laboratoriyada hansı reaksiya ilə alınır? Yadınızda saxlayın ki, hansısa burada turşu varsa, turşu ilə reaksiya varsa, əksəriyyət hallarda turşu ilə olan reaksiyalarda laboratoriyadan alınma reaksiyasıdır. Sərşi natrium plus qatı sulfat turşusundan sərşi COH plus natrium 2 SO4 alınacaq. Sonra sənayedə sirkə turşusunun bu mərhələdə alınması üçün hansı maddələrdən istifadə olunur? Bir mərhələdə alınması üçün hansından istifadə olunur? Sənayedə bilirsiniz ki, yəni elə xamal olmalıdır ki, o rahat ucuz tapılsın. Ümumiyyətlə butan ümumiyyətlə bilirsiniz ki, neftdən çıxır və ona görə də hazır olan şeydə olduğu üçün butandan almaq daha yaxşıdır da. O reaksiya bilirsiniz necə olacaq? C4 H10 parçalanır. Necə idi? CH3 COH. Daha doğrusu oksidləşir. Plus suya. Doğru mu? Bunun yarısı qədər alınırdı da bu reaksiyada. Ona görə burada biz butanı götürəcəyik. Hansı maddə adi şəraitdə bərk haldadır? Bilirsiniz ki, ali karbon turşuları bərk haldadır. Ona görə A variantını götürəcəyik. Növbəti sual. Burada yazıb ki, propion turşusu hansı reaksiyaya daxil olunur? Propion turşusu, baxın, polimerləşmə reaksiyasına daxil olmur. Efirləşməyə daxil olur turşularla, deməli spirtlər, xlorla reaksiyaya daxil olur alfa ilə, alfa karbonundan, yəni bu formada propion turşusu COOH. Bu alfa qrupundan bu da birləşmiş, karboksil qrupa birləşmiş qrup, yəni alfa qrupu ilə xlorla reaksiyaya girir. Metallarla reaksiyaya girir. Bu hissəni məsəl üçün tutaq ki, natrium metalı ilə əvəz eləmək olur. Neytrallaşma reaksiyasına girir, turşu kimi əsasdan reaksiyaya gələ bilir, amma polimerləşmə reaksiyasına daxil ola bilmir. Növbəti sual. Deməli, yazır ki, qarışqa turşusu qatı sulfat turşusundan qızdırıldıqda hansı maddə alınır? Qarışqa turşusu, düzdürmü? Qatı sulfat turşusu necə turşudur? Su uducu turşudur. Nəticə etibarilə buradan suyu udacaq və alınacaq CO plus su. Deməli, burada alınacaq CO, yəni dəm qazı. Sonra hansı turşu daha qüvvətlidir? Yadınızda saxlayın ki, flor ən güclü elektromənfi elementdir. Yəni, flor olan da ən güclü flor olacaq, sonra brom olacaq, sonra xlor olacaq, sonra yod, ən azı isə burada CH3COH olacaq. Ən qüvvətli dediyi üçün A variantını seçirik. Reaksiyanın son məhsulları göstərin. HCOH argentium 2O ilə nə alınır? Deməli, HCOOH plus argentium 2O-ya alınır CO2 plus su plus argentiuma. Biz ümumiyyətlə burada H2 karbon O3 alınır. H2 karbon O3 davamsız turşu olduğu üçün CO2 plus su argentiuma alınır.